Buyurun uşaqlar. Baxın, suallarınızı qeyd edin. Amma bütün suallarınızı yaxşı. Bütün suallarınızı qeyd edin. 2-yə? Tamam. Nədir? Şərt operatorunun düzgün yazılışını seçin. Bax, şərt operatoru 3 dənədir. Biri if-dir, digəri elif-dir, bir də else-dir. İfdə şərt yazılmalıdır mütləq, sonra qoşa nöqtə qoyulur, biraz tab boşluq qoyulur, sonra ona aid olan operator yazılır. Elifdə əks halda əgər, yenə burada da bir şərt tələb olunur, qoşa nöqtə qoyulur, operator yazılır. Else-də isə qoşa nöqtə, else yerdə qalan bütün halları özündə saxladığı üçün burada şərt qoymağa ehtiyac yoxdur. Yəni şərt qoymadan qoşa nöqtə qoyulur, operator yazılır. Pythonda, yəni operatordan sonra nöqtədir, vergüldür, belə şeylər qoyulmur. Şərtdən sonra və ya dövr operatorunda istifadə edirik biz bunu. Yəni məsələn burada şərti verib şərtdən sonra 2 qoşu nöqtə olmaz. Burada bu düzdür. Keçək digərinə baxaq. Burada qoşa nöqtə düzgün yerdə qoyulmayıb. Bir də bərabərdir səhvdir. Uşaqlar, şərt olaraq 2 bərabərdirdən istifadə edirik. Bu o deməkdir ki, x 29-a bərabərdirmi? 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 Sualdır bu. Amma bir də var, yazıram x bərabər 29, bu şərt deyil, bu mənim sətmədir. Bu x-in qiyməti 29 edir. Yəni burada şərt yerində bir dənə bərabərdir yazmaq olmaz. Bu da səhvdir. Sonra burada qoşa nöqtə düzgün yerdə qoyulmayıb. Burada da if-dən sonra bax bir tab boşluq məsafə qoyulub yazılmalı idi onun operatoru. Yəni düzgün cavab olur B variantı. Aydındır? Salam Cəbrayıl. Sonra neçə? 2-yə baxdıq Cəbrayıl. Sualın var sənin? Yoxlamısanmı? Cəbrayıl, yazmısan testi? Boy bismillah. O nə deməkdir? Bayram 20-si 21-i. Da 23-ündən bayram olar. Of. Sonra soruşun uşaqlar. 3. Proqram fraqmentin icrası zamanı klaviaturada müsbət tam ədəd daxil edilmişdir. Bu zaman ekrana 18 ədədi çap edilərsə, istifadəçinin daxil etdiyi ədədi müəyyən edin. Bax burada if, elif, else bloku var. If, else bloku var. Ya if ödənib, ya əks halda else ödənib və bu çap olunub da. Yəni burada ya if ödənməlidir, ya else ödənməlidir. İndi baxaq bura görək burdan hansındansa 18-i ala bilərikmi? Məsələn, nəyisə 4-ə vurub 18 əldə eləmək olmaz. Amma 6-nı 3-ə vursaq, 18 olar. Deməli, A əgər 6, yəni burdan 18 əldə eləsəm, A-nın qiyməti nə olacaq? 6. Başlanğıc qiyməti 6. Yox, əgər burdan 18-i alsaydım, 18 nəyisə 8-ə vuranda əldə eləyəcəyim bir ədəd deyil. Onda bu ödəniləcəkdi də. Yəni 18-i burdan alacaqdım. A onda 9 olacaqdı. Axı 9 cüt ədəd deyil. Yəni 9 burada deyir cüt ədəd olarsa 12-yə vur. Yəni 9 da cüt ədəd deyil axı, 12-yə vurmaz. Yəni bu həll düz deyil. Elə deməli burdan alınır. 6 qiyməti imiş. Aydındır, bax 6 üçün ən pis halda sevinç. Nə edərdin? Bütün qiymətləri, yəni çox böyük bir proqram deyil ki, qoyub yerinə həll eləyərdin. Məsələn, A-ya 6-nı daxil eləyək, 6. 6 böyüdürmü 7-dən? Yox, əks halda. Əgər 6 3-ə bölünürmü? Hə. 3-ə vuracaqdın, eləyəcəkdi 18. Aydındır sevinç. Bax burada çox hal ola bilər. Lap o halların kombinasiyasını yazaq. Məsələn, nə olar? Deməli, heç 6-nı yazmıram bura. Hayda, silmək də olmur. Hə, sildik. Deməli, bax, ədəd 7-dən böyük olsa, cüt olsa 2-yə vuracam.
Cüt olsa 2-yə vuracam. Əks halda, tək olsa və 7-dən böyüklər üçün, 7-dən böyük üçün ya ədəd, cütdür, 2-yə vururam, ya da təkdir, tək olsa 8-ə vururam. Sonra ədəd 7-dən kiçik ya da bərabərdir. Bu zaman 3-ə bölünürsə, A-nı 3-ə vururam. Əks halda bölünmürsə 4-ə vururam. İndi bunların hansından mən 18-i ala bilərəm, ona baxıram. 18-i ala bilərəm. Aydındır ki, burdan və burdan 18 alınmayacaq. Qalır bu 2 hal. Cüt olsa 2-yə vursam, 3-ə bölünürsə 3-ə vursam. Cüt, yəni burdan tapıram ki, A 9-dur. 9-u axı 2-yə vuranda 18 eləyir, amma 9-un özü cüt deyil axı. Yəni ona görə bunu da götürmürəm. Cüt olsaydı onu 2-yə vurub almalıydım. Onda qalır A vur 3 bərabərdir 18, A da olur 6. 6 3-ə bölünən olduğu üçün 13-ə vurub 18 əldə edirəm. Düzgün cavab olur 6. Aydındır tam. Sonra soruşun uşaqlar. Ona qədər. 6. Baxaq 6-ya. 6 tipdən bir misal keçənin tam bu sadəsidir. Bundan bir tık çətini düşmüşdü qəbula. 5, 8, 9 x-ə bərabər edilir y, yəni 8, x-in qiyməti y mənimsədilir, olur 8. Da bu 5-i yaddan çıxarırıq. X oldu 8. Y-ə də x mənimsədilir, x də olur 8. Bunu da yaddan çıxardırıq. X y-ə bərabərdirmi? X də 8-dir. Y də 8-dir. 8 8-ə bərabərdir. Hə, x çap olunur. 8, indi gəldik bura, bu şərtə baxırıq. 8 8-dən böyükdürmü? Yox, əks halda ona aid olan else icra olunur. X z alınacaq. Aydındır Asiman? Hı? Yaxşı. Sonra ona qədər uşaqlar. 7, baxaq. 7-yə də. Deməli, uşaqlar bax, printin içərisində həmişə nə işləyir? Həmişə nə olur? İçində, burada görməsək belə. Sep olur, bir də end olur. Sepin susma halı nədir? Print yazıram. 1, 2, 3. Bunu necə görürəm? 1, 2, 3 görürəm də aralı. Çünki sepin ayrıcı boşluqdur. Enddə backslash n-dir. Niyə bunlara fikir vermirsiniz? Print 1, 2, 3. Baxın, fikir verin yazılıb. Sep bərabər boşluq, end bərabər backslash n. Arqumentləri bir-birindən boşluqla ayırır. Çünki separate var. Amma mən buraya yazsaydım print, yəni 1, vergül, 2, vergül, 3, vergül, sep bərabərdir. Məsələn, ət işarəsi, onda ətlə ayrılacaqdı bir-birindən. Yəni susma halında həmişə boşluqla ayırır dəyərləri. Yəni burada biz görməsək belə bir dənə sep işləyəcək. Bax, bir də uşaqlar, bunu yadda saxlayın ki, biri var, məsələn, bax burada yazıram A bərabərdir 1. Yazıram print 1 yazıram A, bir də yazıram dırnaqda A. Bu A dəyişəndir. Bu A dəyişən. Bu amma A sətirdir. Yəni bu dəyişənin gedir, qiymətini götürür. Amma dırnaq arasındakına heç nə eləmir. Dırnaq arasında olduğu kimi çap olunur. Bax, yadda saxlayın. Print dırnaq arasında olan dəyərləri olduğu kimi çap eləyir. Bax, burada dırnaq arasına yazılıb, A-nı qoyuram. Vergülü gördüm, bir dənə boşluq qoydum. Sonra plus işarəsini qoydum boşluqdan sonra. Sonra B dəyişəndir B. Görürsüz dırnağı yoxdur. Dəyişən deyilsə gedirəm dəyərini götürürəm. 52. Sonra bərabərdir qoydum. Boşluq bərabərdir boşluq. Sonra
Dırnaqda A üstəgəl yazılıb. A üstəgəl, boşluq, bir də yenə 52. Cavab olacaq Y variantı. Aydındır. Sonra ona qədər bunu biz keçməmişik, keçəcəyik. Funksiya return komandası vasitəsilə qiymət qaytarır, düzdür. Def açar sözü ilə yaradılır, düzdür. Import hazır modullar üçündür. Else if operatorundan sonra mütləq istifadə olunur fikri səhvdir. Mütləq olacaq bir şey deyil. Yəni ola bilər ki, məsələn if x böyükdür 5 qoyuram. Yəni 5-dən kiçik bərabər halı mənə maraqlı deyil. Yəni yazmıram else-ni. Else-ni o vaxt istifadə edirəm ki, bu mənə qoyulan şərtin yerdə qalan bütün hallarında da bir əməliyyat icra olunarsa. Baxın uşaqlar, deməli alqoritmdə keçmişdik ki, 2 növ alqoritm var da, natamam və tam budaqlanan alqoritm var. Natamam budaqlanmada şərtin bir qolunda əməliyyat olurdu, digərində olmurdu. Amma tam budaqlanmada hər iki qolunda əməliyyat icra olunurdu. Bu nədir? Əgər onda əks haldanı da düşünürük də. Əks halda, yəni bu if else blokudur. Bu amma təkcə ifdir. Şərt ödənərsə bunu icra eləsin. Yəni bunun əks halını düşünmürəm ki, ödənməsə nə olacaq? Aydındır? Yəni mütləq else olacaq deyə bir fikir yoxdur. Sonra uşaqlar 14-ə qədər baxaq. 125 ədədi daxil edilərsə, y nəyə bərabərdir? 125-i 100-ə böləndə qalıq hissə neçə eləyir? Bəli, 25. Əgər 100-ə məsələn bax, sıfırların sayı qədər qalıq tapanda sondan rəqəmləri götürürsüz. Amma tamı tapanda, ya məsələn olsaydı x tam bölmə 100, bu zaman sondan sıfırın sayı qədər rəqəm silib qabaqda qalanı götürürsüz. Yaxşı? Yəni x-i 100-ə böləndə qalıq hissə bizə 25 verir. Gətirib yerinə qoyuram burada. 2 vurulsun 100, üstəgəl 25 nə olur? 225. X 125'dir. Y 225'dir. 125 225'ten böyük değil. Else 225 çap olundu. Aydın da Sevinç. Sonra uşaqlar biraz cəhd soruşun. Tez-tez soruşun suallarınızı. 16. 16. Mənfi 12 daxil edilərsə. Mənfi 12-ni daxil etdim. Abs nə idi? Abs. Sol müsbət. Yəni bu müsbət 12 olur. Bu da müsbət 12-ni 3-ə böləndə qalıq hissə olur. 12 ondan böyükdür, hə. And 12-ni 3-ə böləndə alınan qalıq 1-dirmi? Yox. Bu ödənmədi. And-lə birləşmişdirsə nə olmalı idi? Hər iki şərt bəli, hər iki şərt ödənməlidir. İndi hər ikisi ödənmədi. Ödəmədisə nə olur? Bu qapı açılmadı. Bu qapı açılmadısa onun altındakı ona aid olan heç bir əməliyyat icra olunmur. Avtomatik else icra olunur. A üstəgəl 3, mənfi 2 üstəgəl 3 edir mənfi 9. Cavab olur C. Aydındır. Sonra 19 və 20. Baxaq. Hansı sətirlərdə səhv buraxılıb? Birinci səhv buradadır. Yenə deyirəm, operatordan sonra qoşa nöqtə olmaz. İkinci səhv də buradadır ki, else-dən sonra mütləq qoşa nöqtə olmalı idi. 3-dən 4. Aydındır. 20-ci sual. Python dilində dəyişən adı ola bilər. Dəyişənin adı rəqəmlə başlamır. Xüsusi işarələrdən bir dənə altdan xəttə icazə verilir və çıxma da, toplama da, riyazi əməliyyatlarda istifadə oluna bilməz. Düzgün cavab olur A. Altdan xəttə icazə var, rəqəmə də icazə var. Sadəcə birinci rəqəm olmamalıdır. Altdan xəttlə başlaya bilər.
Aydındırmı? Sonra uşaqlar qeyd götürün mən dedikcən. Çünki Python vacibdir. Bax, bundan 6 sual düşəcək sizə. Ən azı 6, 5 sual düşəcək. Soruşun. Yəni mən razıyam. Cüzi bir səhviniz də varsa, yəni kiçik bir səhvsə, onu belə soruşun, mən tam sizə izah eləyim. Soruşun uşaqlar. Çəkinməyin. 24. Baxaq 24-ə. Bax, hər if, else bir blok. Bax, else-dən çəkirsən özü ilə eyni sırada dayanan ən sonuncu ifə bir blok. Else-dən özü ilə eyni sırada dayanan ən sonuncu ifə bir blok. A 22-dir. 22 böyükdürmü? 17-ni 22-yə, 17-ni 22-yə böləndə tam hissə. Neçə düşür bu? 17-ni 22-yə böləndə tam hissə neçə düşür? 0, bəli. Bax, yadda saxlayın. Əgər A-nı bölürəm B-yə. Əgər A kiçikdirsə B-dən, A kiçikdirsə B-dən. Tamı 0-dır. Amma qalğın tapıramsa, qalğı ilə A-nın özünə bərabərdir. Yəni, məsələn, 17-ni bölürəm 22-yə. 17-nin içərisində 22 yoxdur, tamı 0-dır. 17-ni 22-yə bölüb qalğı tapıram. 17-nin özü ilə qalıqdır. Deməli, bu şərt ödəndi. A çıx B çap olundu. 22 çıxılsın 17. Elədi 5. 5 çap olundu. Şərt ödəndisə, ES-yə baxmırıq. Əks halını düşünmürük. 5-i çap elədik. Gəldik bura. A neçədir? 22-dir. 22-ni 22 böyüdümü? 17-ni 5-ə böl 17 böl 5-dir. Bu 17-ni 5-ə böləndə nə eləyir? 3,4 eləyir də, hə? 3,4. 3,4-dən böyükdürmü? Hə. Bu ödəndisə, onun elifinə, elsesinə baxılmır. B bərabər olur B minus A-ya. O da eləyir -5 və ən sonda bir dənə də print B var. Yəni -5-də çap olunacaq. 5 -5 çap olmuş olur. Cavab olur Y. Aydındır. Sonra bölmələr eyni güclü əməllərdir. Yazıldığı ardıcıllıqla icra olunmalıdır. Bax, birinci burada bunu icra edirəm. 240-ı 5-ə bölüb tamını tapıram. Neçə eləyir? 48. Hə, 48 eləyir də. 48. 48. Sonra 48-i 5-ə bölürəm. Belə deyək də, bax. Yerinə qoyum lab. 240 tam bölmə 5 tam bölmə yenə 5 tam faiz bölmə 5. Deyirəm ki, yerinə qoyuruq. Bax, məsələn, 240-ı 5-ə bölürəm, tamını tapıram. 48 düşdü. Sonra 48-i 5-ə bölürəm, tamını tapıram. 48-i 5-ə bölündə 9 tam düşür. 9-u 5-ə bölüb qalğını tapıram. 9-u da 5-ə böləndə qalğı 4 düşür də. 4. Cavab olur 4. Aydındır Asman. Yazıldığı ardıcıllıqla icra olunur. Asman aydındırmı? Sonra uşaqlar, soruşun. 31. End nədir? Bax, end görsən dırnaqlar yanaşı qoyulub. Bax, endi biz nə zaman görürük normalda? Məsələn, 2 dənə print yazıram. Print 1, print 2. Ya mən burada end yazmamışam da, amma içərisində bir susma halında end var da. Susma halında endin də dəyəri nədir? New line, yeni sətir. Yəni bunlar alt-alta çap olunur, hə? Başa düşdüm nə demək istəyirəm? Sevinç. Əgər print yəni yazılıbsa bu cür alt-alta çap olunur. İndi mən gəlirəm bunun yanına yazıram vergül end bərabərdir boşluq qoyuram. Bu o deməkdir ki, bir çap olunur, sonuna bir boşluq qoyur. Kursor düşmür aşağı. 2-nin yanında çap edir. Gördün? Yanaşı çap olundu. Çünki bu bayaqki halda susma halındaydı. Yəni bu yazılmasa susma halı olur. Və içərisində bir end backslash n olur da. Kursoru atır. Bax, bu zaman, bu vəziyyətdə kursor düşür aşağı, 2-ni aşağıdan çap edir. Amma
Bunda kursor düşmür aşağı. Boşluq qoyub gözləyir, növbəti printi bax boşluqdan sonra çap edir. Bir də var ki, iki dırnaq yanaşı gəlir. Bu iki dırnağın yanaşı gəlməsi boş bir sətirdir. Boş çoxluq kimi başa düşdü. İçərisində heç bir simvol olmayan sözdür. Heç bir simvol yoxdur. Sadəcə sətirdir. Boş sətr. Bu nə olacaq? Təbii ki, yanaşı yazacaq. 1-2. Aydındır? Sevinç. Hə, Sevinç. Başa düşdün? Yəni boş bu birləşiyi çıxartmaq üçündür. Yanaşı, yəni qoymur növbəti addımı şey eləmir. Baxaq. Məsələn, -6 6. Özü 2 dənə if-dir. Hər iki if ardıcıl icra olunmalıdır. -6 ilə 6-nın cəmi elədi 0. 0 0-dan böyük bərabərdir. Hə, 0 çap olunur. Kursor gözləyir burada. Düşmədi, yəni getmədi. İndi bu ifə baxıram. -6 böyüdümü altdan? Yox. Bu icra olunur. Qaldığı yerdən 2-ni çap edir. 0 2. Cavab olacaq A. Aydındır. Sonra uşaqlar. Deməli, nə zamandır LC-dən sonrakı əməliyyat icra olunacaq və LC-dən sonrakı əməliyyat burada, bura icra olunsun. Bunun icra olunması üçün nə olmalıdır? Bu şərt ödənməməlidir. Bu şərt ödənməsə nə olur? A kiçikdir M olur. Yəni deyir, A böyük bərabər M olarsa, bunu icra et. Əks halında böyük bərabər desə, kiçikdir M-də. Kiçikdir M-də bunu icra edirik. Bax, fikir verin, A nəyə bərabərdir? N-in 1024-də hasilinə. Mən bu N-ləri 1024-də vururam birbaşa. 2048 1024-də vururam. 120. Bizdən nə olmalıdır? Yəni bu kiçik olmalıdır bundan. Çünki A bu artıq A oldu da, A. 1024-də vurandan sonra N-i A-nı aldım. A kiçikdir M şərtində else icra olunur. A yəni kiçik olmalıdır M-dən. Bu da Y variantında ödənir də. Aydındır. Bax, Y-dəki bu digərlərinə bax. Hamısında A böyüdü M-dən. Bax, A böyüdü M-dən. A böyüdü M-dən. A böyüdü M-dən. Amma bir dənə Y variantında A M-dən kiçikdir. Aydındır. Hı? İndi fikir verin, burada nə deyir? M nəyə bərabərdir? Faylın megabaytla həcminə. N nəyə bərabərdir? Faylın gigabaytla həcminə. Faylın gigabaytla həcmini 1024-də vururamsa nə edirəm? Elə belə megabayta çevirirəm. Megabaytları müqayisə, yəni birinci megabaytdır, M onsuz da megabaytdır. Bu birisi gigabaytdır. Bunları da megabayta çevirirəm. LC-dən sonrakı əməliyyatın icra olması üçün bu şərtin əksi olmalıdır. Yəni A böyükdür M ödənməməlidir. Yəni A kiçikdir M olmalıdır. Bunları 1024-də vurub yoxlayıram. Bax, Y variantı üçün gəlin yoxlayaq. M-ə daxil edirəm 2084-ü. N də 2-dir. A nəyə bərabər olur? 2048-ə. 2048 böyük bərabərdir 2084-dən. Yox, avtomatik bu icra olunur. Cavab olur Y. Sonra uşaqlar. 34. Baxaq 34-ə. N 15'dir. Python'da yazmışam. N 15'dir. 15 böyüdümü 0-dan? Hə. Bu ödəntisi avtomatik LC-yə bir xətt çəkdik. Print 1. 1-i çap etdik. Sonra gəlir bura. 15-i 2-yə böləndə alınan qalıq 0-dan fərqlidirmi? Bu fərqlidir deməkdir də. 0-dan fərqlidir. 15 təkdə 1 alınır. Bu da ödəndi. Bu ödəndiyi üçün bunun LC-sinə baxmıram. Bir dənə də 0 çap olunur. Cavab oldu B. Aydın Asman. Sonra 39-a qədər uşaqlar. Yoxdur ki 39-a qədər. Sevinç, Asman. Deməli,
Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. -9-u 3-ə böləndə alınan qalıq 0-dırmı? Uşaqlar, mənfi bölməyi bilirsiniz. Məsələn, -16-nı bölürəm, tutaq ki, 5-ə qalığını tapmağa çalışıram. Neçədir bu sizdə? Hə? Keçmir. Yox, yox, -1 deyil. Ümumiyyətlə, qalıq heç vaxt mənfi olmur. Yadında saxla. Qalığın mənfi olduğu hala baxım. Düz orada indi hər ikisi mənfi olma halı falan var. Onlar bizə aid deyil. Bunu hər ehtimal bilin də. Deməli, bax, mənfi nə edirik? Qalıq heç vaxt mənfi ola bilməz. -16 5-ə tam bölünmür də. -16-dan kiçik ədəd götürürük. Kiçik. 5-ə bölünən neçədir? Mənfi kiçik ədədi. Ay Asiman. Kiçik böyük demirəm axı. -16-dan kiçik ədəd. 5-ə bölünən. -20. -20-ni 5-ə bölsəm neçə eləyir? -4 tam düşür. 4 tam. -4 tamı tapdıq. Tamını tapdıq ki, -4 tamdır. İndi qalığını tapırıq. -20-nin üstünə neçə gəlməliyəm ki, 16 alsın 4. Deməli 4 də onun qalığı olur. Qalıq hissəsi, tam qalıq. Yəni -16-nı 5-ə böləndə qalığı 4, -16-nı 5-ə böləndə tamı -4-dür. Bax, lap yoxlayaq burada. Deməli, -16-nı bölürəm 5-ə, qalığı görürsüz 4-dür. -16-nı bölürəm 5-ə, tamını tapıram -4. İndi siz tapın. Məsələn, -23-ü. 23-ü. Tutaq ki, 7-yə bölüb həm qalığını, həm də tamını tapın. Tamın qalığı neçə olacaq? Neçədir mənfi? Bəli, 5. Niyə? Çünki -23-dən kiçik. 7-yə bölünən hansıdır? -28-dir. Hə? -28-i 7-yə bölsəm, -20, yox, -23-ü tamını da tapım 7-yə böləndə. -4 tam düşür. Deməli, -23-dən kiçiyi götürürəm, 7-yə bölünən. Eləyir -28. -28-in üstünə neçə gəlsəm, -23 alıram 5-i. Deməli, qalıq isə 5-dir. Tamı isə -28 7-dən 7-yə böləndə neçə alınır? -4. Aydındır, başa düşdük. Vüsat, sən başa düşdün, səsin çıxmadı. Sevinç, Cəbrayıl. Məsələn, -15-i, -15-i, -15 olmasın, -37-ni, -37-ni bölürəm, məsələn, 11-ə. Qalığı və tamı neçə olacaq? Hə, buyurun. -4 -7. -4-dən 7. Yəni qalığı 7-dir deyirsən. Baxaq, -37-ni 11-ə böləndə, bəli, 7 qalıq düşdü. -37-ni 11-ə bölüb tamını tapanda düşdü. Çünki -37-dən kiçik 11-ə bölünən hansıdır? -44-dür. -44-ü 11-ə böləndə -4 tam düşür. 44 -44-ün də üstünə neçə gəlsəm, -37-ni alaram, 7 gəlsəm, deməli 7 də qalığı düşür, düzdür. Ümid edirəm, hamıya aydındır. Gəldik bura. -9 3-ə tam bölünür. Qalığı 0-dır. Bu düzdür. Bura düz işlədi. Sonra gəldik bura. -9-u 2-yə böləndə alınan qalıq 1-dirmi? Hə, 1-dir. Çünki 5 tam düşür. -5 tam. -5-i 2-yə vuranda -10. Üstünə gələk 1 gələk ki, -9 alınsın. Yəni burada ödənir. Hər iki ödəndi. Hər ikisi ödəndiyi üçün bu şərt
ümumi doğru oldu. Bunu silirik. Bu ödənməyəcək onda. Əks halına baxmırıq. Düşdük bura. Modulu 1-dən böyükdürmü? Hə, 9 1-dən böyükdür. -9 ondan kiçikdir. Yenə hər iki şərt ödəndi. Bunun LHS-nə baxmırıq. X üstəgəl 1, yəni -9 üstəgəl 1, -8 çap olunacaq. Aydındır? Sonra 43. 43-ə baxaq. Klaviaturadan daxil edilmiş Klaviaturadan daxil edilmiş rəqəmlərin müxtəlif olan 3 rəqəmli n natural ədəd üçün proqramın təyinatı nədir? N-i daxil eləyək, 3 rəqəmlərin müxtəlif olan 3 rəqəmli. Məsələn, 375. A nəyə bərabər olur? 5-ə. B nəyə bərabər olur? 375-i 10-a bölsək 37, 37-ni 10-a bölsək 7 qalıq qalır. Bu da oldu 3. Yəni rəqəmlərə böldü də. Əgər A da B də A məsələn 3 böyüdürmü? 3 böyüdürmü? Neçədir? 7-dən yox. 3 böyüdürmü? Yox, 5-i 5. 5 böyüdürmü 7-dən? Yox, artıq bir dənəsi ödənməsək, yəni baxmırıq. Gəldik buna baxdıq. 7 böyüdürmü 5-dən və 7 böyüdürmü 3-dən? Hə, şərt ödəndi, 7-ni çap elədi. Bax 3, 7, 5 daxil eləmişdi, 7-ni çap elədi. 7 bu ədədin ən böyük rəqəmidir. Deməli, ən böyük rəqəmini çap edir. Ümumiyyətlə, yadda saxla, müqayisə eləyir. Böyüdürsə, verilmiş ədəd böyüklə dəyişirsə, deməli, burada böyüyünü axtarır. Aydındır bu saat? Sonra uşaqlar, soruşun da. 45-i necə yazmısan? Alim, akademik. Yazmamısan, niyə soruşmursan? Bu sizə onsuz da aid deyil. Biz bunu keçməmişik. Bu dövrdür. Amma belə deyim ki, for i in a yazılışı birbaşa siyahıya müraciət etmək üçündür. Yəni i gəlir birinci 3-ü, sonra 6-nı, sonra 7-ni tək-tək götürür. Götürdüyü element b.count i b-də varsa onu s-ə toplayır. Yəni a-nın B-də olan elementlərini toplayır. O da 4-dür, 7-dir, 3-dür. Cəmi 14 olur. Amma biz bunu sizlə keçəcəyik. Yəni indi tam başa düşməsəz də baxılacaq gələcəkdə. Sonra neçəyə baxırıq? Çox getdin ha sən. Yəni bunların hamısını düz yazmısan sən. Hə, alim. 53 dedin. 53-ə qədər səhvin yoxdur ki. Bax görüm. 50-ni izah edə gör mənə. Aha, bu ödəndi. Aha, sonra. Hı-hı. Aha, bu da ödəndi. Elifə baxırıq. Aha, Elif. Düz dedin də bura ödənmədi. Bu ödənmədi. Buna baxmadıq. Elifə baxdıq. Elif. Hı-hı. Aha, bu da ödənmədi. Buna da baxmadıq. Sonra bəli, blokda şərtdir, istər dövrdür, eyni sırada yazılan əməliyyat
Yəni asılı deyil, mütləq icra olunmalıdır. X-in üstünə 10 gəlir, 33 üstəgəl 10, 43 çap olunur. 53. 53-ə qədər Sevinc, Asman yoxdur ki səhviniz. 46 dənə də 46. Sevinc, Asman təqribi köçalmağı bilirsən, təqribi. Hə? Hayat. Bu burada təqribi kök almadan istifadə edirik də. Baxaq. Deməli, A 49-dur. Bax birinci nə deyir? 49 kök altında ikinci dərəcədən də. Bu 2-də 1-də A üstü 2-də 1-dir. Bu A üstü 3-də 1-dir. Yəni kök altında 49 böyüdümü 7-dən. Bu şərt ödənir Asma. Bu 7.0 eləyir. 7.0-da 7-dən böyük deyil. Bu ödənmədi. Düşürəm elfi oxuyuram. Kök altında 3-cü dərəcədən 49 kiçikdirmi 3-dən. Bunu necə tapırıq uşaqlar? Ə, yox bu yəni 27 ilə neçə arasında yerləşir? 64 arasındadır. Yəni 27 ilə 49 tam kvadratları tapıram. 64 arasında yerləşir də. Yəni 3-ün kubu 27-dir, 4-ün kubu 64-dür. 49 onların arasında, 3 ilə 4-ün kubunun arasında yerləşir. Hardasa bu 3 tam neçəsə eləyir. Hə? 3 onda 5 götür məsələn. 3 onda 5. 3 onda 5 kiçikdirmi 3-dən? Yox, bu da ödənmədi. Düşürəm bunu icra eləyirəm. A 4-cü dərəcədən kiçikdirmi 5-dən? Yəni 4-cü dərəcədən 49 5-dən kiçikdirmi? 3-cü dərəcəsi ilə 3 onda 5 edirsə 5-ci dərəcədə mütləq kiçik olacaq. Lap yoxlaya bilərsiniz. 2 ilə 3-ün arasında yerləşir bu da. 3 üstü 4-dən 3 üstü 4 arasında 2 tam neçəsə düşür təqribi. Yəni bu şərt ödənir. A tam bölmə 4 icra olunur. Yəni A tam bölmə 4-də neçədir? 49-u 4-ə tam bölsək 12 tam düşür. Aydındır Asiman? Sonra 53-ə qədər uşaqlar. Sevinc. Başqa sualın yoxdur ki? 53-ə qədər. Səndə də 53-dür. Baxaq. A-ya 40, B-yə mənfi 50-ni daxil etdik. 40 10-la 100-ün arasındadırmı? Hə. Bax, hər iki şərt ödəndi. 10-dan böyükdür, 100-dən kiçikdir. Bu ödəndisə, S-ni sildik. Düşdük, bura baxdıq. 40-ı 5-ə 10-a böləndə 5-dən böyükdürmü? 40-ı 10-a bölsək tam hissə 4-dür. 5-dən böyükdürmü? Yox. Bu ödənmədi. Buna baxmırıq. L-sini icra edirik. A bərabər oldu. A vurulsun 5. A 40 idi. 5-ə vurduq. Elədi 200. 200 böyüdümü 100-dən? Hə? B bərabər oldu A-nı. A ən son 200 idi. 2-yə böləndə tam hissə 100. B-ni də 100 aldıq. Gəldik bu şərt bitdi. Bu mütləq icra olunmalıdır. B 100 idi. Oldu 110. 110 da çap elədi. Cavab oldu Y. Aydındır. Sonra 54. 13'ü daxil etdik. 13 ondan böyüdümü? Hə. 13 2-yə bölünürmü? Yox. Bu ödənmədi. Ənlə birləşdiyi üçün ödəmədi. Son aid olan əməliyyata baxmıram. Düşürəm aşağı. 13-ü 5-ə böləndə alınan qalıq 3-dən. Alınan qalıq 1-dən böyüdümü? 13-ü 5-ə böləndə qalıq neçə düşür? 3. 3 1-dən böyüdür. Hə, şərt ödəndi. Da elif ödəndisə, elifə əks salı düşürmürük. Bunlara baxmırıq. A bərabər oldu 26-ya. A 26-da ən sonunda 1 2-yə vurub çap edir. Olur 52. Aydındır. Sonra soruşun uşaqlar. Soruşun. Biraz cəlb olun. 55. Bax, sizə bir şey deyim. Həmişə buna fikir verin. Biri var, sətr tipində müqayisə eləyəsən. Bir də var ki, ədəd tipində müqayisə eləyəsən. Bax, məsələn, dırnaqda 15-lə müqayisə edirəm. Böyüdür dırnaqda 5-i. Bu ikisini müqayisə edirəm. Sizcə bu true'dur, false'dur?
Hı? False-dur, false. Bax, bu riyaziyyatda olduğu kimi deyil. Yəni rəqəm sayı çox olan ədəd böyükdür anlayışı yoxdur burada. Dırnaqdadırsa. Dırnaqdadırsa, birinci simvollarına baxıram. Sadəcə birinci simvolları müqayisə edirəm. 1-dən 5. 5 1-dən böyükdür, deməli 5 15-dən böyükdür. Dırnaqdadırsa. Bax, dırnaqda yaz. Məsələn, lap 100 dənə 2 yaz. Böyüdümü 3-dən? Böyükdümü 3 sətrindən? False. Səbəb nədir? Birinci ünvanları müqayisə edir. Amma ədəd olaraq 15 ilə mən 5-i müqayisə eləsəm, təbii ki 15 5-dən böyükdür. True. Aydındır Asman. İndi burada fikir verin, neyniyib? İntə çevirib müqayisə eləyib. Yəni neyniyib? Ədəd olaraq müqayisə eləyib. 15 sətri int tipinə çevirdi. Oldu ədəd. 15 ədədi 5-dən böyüdümü? Hə, şərt ödəndi. Da elif elsəyə baxılmadı. Axı bunların tipi dəyişmədi. Bu prosedurdur, icra olundu. A ilə B sətr olaraq qaldı. 15-in üstünə 5 sətrini gəlirəm. Oldu 155. Mütləq 20 yazmısınız siz. Cavab oldu D. Aydındır? Hə, başa düşdüyümü? Sonra uşaqlar, bax tiplərə fikir verin. Bu prosedurdur. Bu nəticəni dəyişmir. Yəni A sətirdir, B də sətirdir. Amma burada bir yerdə yazsaydı A bərabərdir imta, biz artıq ədədlə işləyəcəkdik sırf. Sonra 57 bu keçməmişik funksiyada. Sizə aid deyil 57. Soruşun. Necə 60? Səsin aydın. 62. 62-yə qədər uşaqlar. 61. 61-ə qədər Sevinç. Yox. Baxaq. A-nın kvadratı çıxılsın B-nin kvadratından kök alıram. A-nın kvadratı 2 eləyir. 4 eləməz. 4. 4. Pifaqordur da. 5, 3, 5-in kvadratından çıxır 3-ün kvadratını kök alırsa bu 4 verməlidir. 5-in kvadratı çıxılsın 3-ün kvadratı. Elədi 16. 16-dan da kök alanda elədi 4. C 4-dür. 4 böyük bərabərdirmi? 5-dən. Yox, ödənmədi. Düşürük LC-yə baxırıq. 4 kiçikdirmi 3-dən? Yox, ödənmədi. Avtomatik bu çap olunur. Mənfi 1. Aydındır? Sonra gəldi 62-yə. Bax, question-a deyir ki, Python dilində yazılmış proqramın icrasında klaviaturdan B simvolu daxil edilərsə, input question-adır. Yəni B simvolu question-ındır. Burada diqqətli olmaq lazımdır. Nədə büsat? Deməli, biri var B dəyişəni, biri də var B simvolu. Question-ın dəyəri B simvoludur. B dəyişəninin dəyəri C simvoludur. İndi bax, question B, bu dəyişən B-dir. Yəni bu ikisi bir-birinə bərabərdirmi? Bu B simvoludur, bu C simvoludur. Bərabərdir? Yox. Gəldim buna baxdım. Question B simvoludur. B C-yə bərabərdirmi? Yox. Yenə gəldim bura baxdım. Question B simvoludur. B simvolu B-yə bərabərdirmi? Hə? Da bunun altındakilərə baxmırıq. Budaqlanma sözü çap olunur. Aydındır? Sonra 63. Klaviaturadan 10 ədədi daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Onu daxil etdik. 10 kiçikdirmi 0-dan? Yox, amma 10-la birləşibdir. Növbəti şərtə baxıram. 10 kiçikdirmi 15-dən? Hə, bu şərt ödəndi. A bərabər oldu 17-yə. Artıq əvvəlki qiyməti unuduruq. Dəyişən də deyil, yeni qiymətin üzərində iş görəcək. Burada amma nədir? Əndlə birləşmə var. Əndlə birləşibsə hər iki şərt ödənməlidir. 17 2-yə bölünürmü? Yox da. Biri ödənmədisə, onsuz da digərinə baxmağa ehtiyac yoxdur. Şərt ödənmədisə, ona aid olan əməliyyat icra olunmur. A 17-ni aldı. Aydındır?
Bəli, bəli, bu fərqlidir deməkdir. Faktorial deyil, fərqlidir. Fərqli. Hər dəfə çaşırsınız bundan. Niyə? Bir də bu cür göstərə bilərik. Fərqlidir. Faktorial deyil yəni. Fərqlidir. Aydın oldu. Sonra uşaqlar. Nə tapmısan 65-i? Yazmamısan. Hə, tamam. Bunun cavabı səhvdir, ona görə deyirəm. Cavabda desən 5, 4 çıxıb, amma 5 olmalıdır. Yoxsa 5 çıxıb 4 olmalı. Belə baxmışam. Hə, 5 dənə. Deməli, bax nə deyir? Bura gəl z-in qiymətini bura qoyaq 2-ni. Deyir ki, x-i 2-dən kiçik olsun ya da y-i 9-dan böyük olsun. Bu da x, y şəklində daxil edilir. Yəni birincilər x-in qiyməti, ikincilər y-in qiymətidir. Baxırıq məsələn, bu biri gəlib burada yazaq. 1 buradan silirəm. Düz burdadır da 1 10, 2 9 belə gedir. Deməli, ya x-i 2-dən kiçik olmalı. Məsələn, burada ödəndi. X-i 2-dən kiçikdir. Ya da y-i 9-dan hər ikisi ödəndi. X-i 2-dən kiçikdir, y-i 9-dan böyükdür. Aydındır Sevinç? Hə? X, y olaraq daxil elədim də cütdür. Başa düşdün? Burasını. Hı. Sonra növbətisinə baxıram. Bunun üçün ödənir şərt. X-i 2-dən kiçik, y-i 9-dan böyük. Sol ödənmədi heç biri. Bunun üçün x-i 2-dən böyük, x-i 2-dən kiçik, y-i 9-dan böyük. X y-dir də. X-i cütdür, y mənfi 5-dir. Yenə ödənmədi. X 2-dən kiçik olmalı idi. Bax, elə bil ki, birinci 2-dən kiçik olsa, birinci qiyməti 2-dən kiçik olsa ya da ikinci 9-dan böyük olsa. Bax, bunda ödənmədi, bunda ödənmədi. Bunda bax, y-i 9-dan böyükdür. X-i 0-dır, 2-dən kiçikdir. X-i mənfi 16-dır, 2-dən kiçikdir. X-i 2-dən böyükdür, olmaz. Y-i də 9-dan kiçikdir, olmaz. Yenə bunda da ödənmədi. Bax, fikir ver. X-i 24-də, y-i 10. X-i 11-də, y-i 15. Bunda ödəndi. Çünki x-i 15-dir. Y-i 15-dir. Y-i 15. Bunda ödənmədi, amma bunda ödəndi. Y-i 15-dir, 9-dan böyükdür. Onunla birləşdiyi üçün iki şərtdən biri ödənməlidir. Ya x-ları kiçik olmalıdır. Deməli 2-dən ya da y-i 9-dan böyük olmalıdır. Aydındır? Bir də uşaqlar. Neçəyə baxırıq? Bu tam aydın oldu, Sevinç. Sonra 68. Deyir, n dəyişəninin hansı ən kiçik natural qiymətində proqram fraqmenti 100-dən böyük natural ədəd olar? Ən pis halda uşaqlar nə edirsiniz? Yerinə qiymətləri qoyub həll eləyə bilərsiniz. Ən pis hal. Bəlkə də imtahanda o sizə necə deyirlər? Zaman qazandıra bilər. O üsul. Mən çünki bunun həll qaydasını yazacağam. Həll qaydasında bütün halları nəzərə almalıyam. Bax, burada buna fikir versək, yəni 3-ə bölünüb 3-ə bölünəndə alınan qalıq 0 olacaq. Yəni ədəd 3-ə bölünərsə 2-yə vurulur, əks halda 4-ə vurulur. Bizdən də deyir ki, ən kiçik natural qiymətində 100-ü aşsın. Bax, burada n vur 2 var. Bu heç, bu qalır qıraqda. Bura gələnə qədər ədəd kiçik olsa, mən onu 4-ə vursam 100-ə yaxın olaram da. Yoxsa 2-yə vursam 100-ə yaxındırsa, deməli n daha böyükdür də, hə? Bax, məsələn də belə deyim. Biri var 25-i vururam 4-ə, biri var 50-ni vururam 2-yə. Nə qədər kiçikdirsə, o qədər böyük ədədə vururam da ki, yəni 100-ə yaxınlaşsın da. Yəni burada da n vur 4-ü götürməliyəm də mən. Ki, ən kiçik natural qiymətindən söhbət gedir deyənə. Aydındır bu hissəsi sizə? Yəni 3-ə bölünməməlidir.
3-ə bölünməməlidir ki, mən onu 4-ə vurum. 3-ə bölünsə 2-yə vuracam. Başa sala bilirəm uşaqlar sizi. Bax, bizdən ən kiçik natural qiyməti istəyir. Yəni mən onu 2-yə vursam, yəni vuruğun biri kiçildiyi, o birisi böyüyür də. 2-yə vursam bu en böyük deməli. Amma 4-ə vursam daha kiçikdir də n. Yəni mənə bu daha sərf eləyir en kiçik qiymətini axtardığım üçün. Aydındır burası? Hı? Büsat, Sevinç, Asma başa düşmədiniz nə demək istəyirəm, hə? Bu hissəsində. Hə, yəni bax, if else blokundan mütləq biri icra olunacaq. Çünki bu tam şərt blokudur. Biri ödənməsə digəri, yəni if ödənmədə else yerdə qalan halları saxladığı üçün mütləq icra olunmalıdır. Əgər məndən ən kiçik natural qiyməti istəyirsə, mən o kiçiyi tapmaq, yəni n-in kiçik qiymətini istəyirəmsə, digər vurğu daha böyük götürməliyəm. Ona görə bu daha mənə sərf eləyəndir. N vur 4. Yəni burada gələndə birinci n vur 4 olur. Sonra n vur 2 olursa, yəni ən sonda n vur 8-i icra eləyirəm də mən. 8-ə vururam. Aydındır? Bax burdan sonrasını deyirəm. Yəni 4-ə vurur, daha sonra 2-yə vurursa, yəni 8-ə vurur da deməli. İndi bura gələnə qədərdir əsas məsələ. Əgər n cüt olarsa, üstünə 1 gəlib 8-ə vururuq. Əgər n tək olarsa, elə 8-ə vururuq. Və bu 100-dən böyük olmalıdır. Yəni 2 hal var. Ya budur, ya budur. Onda n plus 1 böyüdür. 100-ü 8-ə böləndə 12.5 eləyir. Onda n də böyükdür 11.5-dən. Sonra burada da n böyükdür 12.5-dən. İndi buradan alınır ki, buradan 12 alınır, buradan 13 alınır tam qiymət. İndi gəlin hər ikisini də qoyaq görək hansı ödəyir. Yəni 12 ödəməlidir. Ən kiçiyi onsuz da axtarıram da 12. 12 2-yə bölünəndə alınan qalıq 0-dır, hə? Oldu 13. 13 3-ə bölünmür, vurdu 4-ə. Elədi 52. 52-ni də 2-yə vurdu, elədi 104. Deməli 12-də 100-dən böyük nəticə alındı. Aydındır? Tam başa düşdüyüm uşaqlar. Tam. Hə, Asman, nəsə qaranlıq qaldısa soruşun. Sevinçsən. Tamam. Sonra neçəyə baxırıq? 70. Deməli, x və y-lər üçün bu şərt ödənərsə, Python dilində yazılmış proqram hansı nəticəni heç vaxt verməz? Bax, x-in daxil olduğu parçaya baxaq. X 20-50 parçasından qiymət alır. Biz deyə bilərik də, x mütləq həmişə 0-dan böyük ədəddir də, hə? Bu şərt həmişə ödənəcək də. Yəni, 20-50 parçasına istənilən qiymətdə bu şərt ödənir. Bu deməli, həmişə ödəndi. Bu ödəndisə, bunun else-sinə baxılmır. Keçdik, bura düşdük. Bu if else-yə baxırıq. Bu şərt həmişə ödənəcək uşaqlar. Hə? X kiçikdir, bərabər 75 şərti ödənər sizə. Niyə? Nə olur bəs? X 20-50 parçasından qiymət alır da, həmişə 75-dən kiçik olmur. Olur. Bu şərt həmişə ödənir. Bu şərt həmişə ödənirsə, onun else-sinə baxılmır. Gəldik bura. Y qiymətini dəyişdi, oldu 2x. X 20-dir şərti ödənir. X 20-dən kiçikdir şərti ödənəcək. Xeyr. Ən az olsa 20 olar. 20 20-dən kiçikdir. Yəni heç vaxt bu şərt ödənməyəcək. Buradan bir dənə y 2x, yəni x-in 2 mislinə bərabər olacaq. Ən sonda çapa gedirsə x bərabərdir. X üstə gəl 2x, yəni ən sonda 3x qiyməti çapa gedir. Çapa gedən dəyər nə ola bilər? Əgər x 20-50 parçasına dəyişirsə, 3x harda dəyişəcək? 60 ilə 150 arasında dəyişməyəcək uşaqlar. Hə? X 20-50 parçasından dəyişirsə, 3x 60 ilə 150 parçasından dəyişəcək də. Aydın olmadı. Yəni heç vaxt 153-ü ala bilməz də.
Yəni minimum 60, maksimum 150 ola bilər. Heç cür 153 nəticəsi burdan çıxa bilməz. Aydın deyilsə bir də izah eləyim. Sevinc, Asiman, Cəbrayıl kimə aydın deyilsə desin. Tam başa düşdüyümü? Tamam. Yaxşı, sonra hansı suala baxırıq? Soruşun. 72. N dəyişəninin hansı ən böyük natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 1 olar? Və bura fikir versək, 8-ə bölür, tamı tapır və bura baxsaq, ədəddən sonuncu rəqəmini çıxır. Sonuncu rəqəmini çıxır. Elə deyil? Yəni ona böləndə alınan qalıq ədədin sonuncu rəqəmini verir də bizə. Məsələn, 25-dən çıxıram, 25-i ona böləndə qalıq hissəni 5-i. Ona böləndə qalığı 5 düşür də. Yəni bu o deməkdir ki, ədəddən sonuncu rəqəmini çıxırıq. Aydındır burası? Büsat. İndi yəni ədəddən sonuncu rəqəmi çıxıram və bu 75-dən kiçik olmalıdır. Ən böyük nəticəni istəyir. Bu hansı ədəd olar ki, o ədəd, yəni sonuncu rəqəmini ən böyüyü amma tapmağa çalışıram. Sonuncu rəqəmini çıxıram, amma 75-dən kiçik alıram. Hansı ədəd olar sizcə? Həmişə belə bu tip misallarda sonuncu, yəni böyük qiymət deyirsə, n-i ona böləndə qalığı 9 götürün. Hansı ədəd ondur? 79 olar. 79 çıx 9 70 eləyir və o da 75-dən kiçik olur. Aydındır burası? Deməli, bura gələn nədir? 79-dur. Yəni 8-ə böləndə tam hissə 79 olmalıdır. Ən böyük ədəd dediyi üçün yenə 8-ə böləndə tam hissəsi 79 olan ən böyük ədəd 79 vurulsun 8 üstəgəl 7 ədədi. Ən böyük qalığı gəlirəm üstünə. Baxaq, 79-u vururam 8-ə, üstünə gəlirəm 7-ni, eləyir 639. Cavab olur 639. Bax, 639 üçün bunu işlədirəm, bir izah edirəm. Bu misallar təzə salınıb testdə, düşmə ehtimalı var. Ona görə diqqətli olun. Baxın, yenə deyirəm. Bizdə deyir ki, ən böyük natural qiymət. Birinci 639 üçün bunu işlədi. 639-u 8-ə böləndə tam hissə neçə düşəcək? 639-u bölürük 8-ə, tam hissəsi düşdü 79. Bu bizə verdi 79. 79-dan çıxdıq 9-u, elədi 70. 70 kiçikdirmi 75-dən? Hə, bir nəticəsi çap olundu. Bura deməli düzdür, işləyir və biz 1-i alırıq. İndi gəlirik proqramı, yəni təxmin eləməyə ki, o hansı ədəddir. Bizə açar məqam burada verilir ki, ədəddən ona böləndə qalığı çıxıramsa, sonuncu rəqəmini çıxıram. Sonuncu rəqəmini çıxıramsa, ən böyük nəticə istəyirsə, mən buna 9 götürürəm. Yəni sonuncu rəqəmi 9 olsun da ədədin. N-9 kiçikdir 75-dən. Yox, bundan beləsinə gedə bilmərik. Yəni bizdə nə istəyir? Ədəddən sonuncu rəqəmini çıxıram da. Sonuncu rəqəmi 9-dursa, 75-dən kiçik hansı ədəd olacaq? Sonuncu rəqəmi 9 olan. 79 olacaq. Yəni ədəddən sonuncu rəqəmi çıxanda 75-dən kiçik olacaqsa, bu deməli 79-dur da. 79-dan 9-u çıxıram, 75-dən kiçik olur. Bax, həmişə yadda saxlayın. Məsələn, bu yazılış nə deməkdir? Ədəddən sonuncu rəqəmini çıx. Məsələn, necə olacaq? 71 çıxılsın 1, 72 çıxılsın 2, 73 çıxılsın 3. Yəni burada həmişə 70 olur da, 70. Ona görə də mən ən böyük ədəd istəyirəmsə də 79-dan 9-unu çıxıram. Bu kiçik olur 75-dən. Artıq məsələn 80-ə keçəndə 80 çıx
80 çıx 0, 81 çıx 1 belə olur da. Yəni 75-i aşır. Aydındır? Tam. Yəni bura gələn qiymət 79 olur. Ədədi 8-ə böləndə tam hissəsi 79-dur. Ən böyük ədədi tapmaq istəyirəmsə, belə ən böyük ədəd hansıdır? 79-u vururam 8-ə, üstünə 8-ə böləndəki ən böyük qalığı gəlirəm. O da eləyir 639. Başa düşməyən var? Hı? Dəqiq. Deməli. Sonra eyni şərtdir. N-in ən böyük qiymətində proqramın nəticəsi 1 olar. Buyurun. Ən böyük qiyməti tapın. Necə tapdım? Gözlə, gözlə. Aha, bura deyirsən gələn 49-dur. Düzdür, 49-dan bu 40 eləyir, 44-dən kiçik olur, düzdür. Aha. 49-u vururuq 9-a, üstünə gəlirik 8-i. 8 yamsan 49 vur 9, üstə gəl 8, 449 elədi, düzdür. İndi 449 üçün mən bu proqramı işlədim görüm, sən dediyini alıram, 1 çıxır yoxsa yox. 400, 449, bəli, 1 nəticəsi alındı. Aydındır uşaqlar? Sonra neçəyə baxırıq? Soruşun. Bayaqkı misal kimidir, 10 dəfə, neçə dəfə hə çıxar. Ya A-sı ondan böyük olmalıdır, ya B-si 14-dən. Məsələn, burada A, B kimidir də. Nə A-sı ondan böyükdür, nə B-si. Nə A-sı, nə B-si. Nə A-sı ondan böyükdür, nə B-si. A-sı ondan böyükdür. B-si 14-dən böyükdür. B-si 14-dən böyükdür. Həm A-sı, həm B-si şərt ödəyir. A-sı ondan böyükdür, A-sı ondan böyükdür. Deməli, 1, 2, 3, 4, 5, 6 dəfə şərt ödənəcək, 6 dəfə hə çıxacaq. Onunla birləşmədə ya bu Asuman ikisindən biri ödənməlidir. Aydındır? Sonra uşaqlar soruşun. 80, 80-ə qədər. Yoxdur ki. Yaxşı, bu STR nə edirdi? Sətrə çevirirdi. 3, 4, 5, 7, 6, 7, 2, 1 sətri və sətirlər də sıfırdan başlayaraq indekslənirdi. Len
2-yə böləndə alınan qalıq 0-dırmı? 8-dir uzunluğu, 8 dənə simvol var. Bu şərt ödəndi. Da LC-yə baxmırıq. Bu da bizdə nəyə bərabər oldu? 2-yə böləndə tam hissə. Uzunluq 8-dir. 8-i 2-yə böləndə tam hissə 4-dür. 4-dən də 1-ini çıxıram 3-ə düşür. B3 də bizə 7-ni verir. Yəni bu 7 simvoluna bərabərdir. Aydındır burası? Hə, Büsat. Bax, len B 8-dir. 8-i 2-yə böldüm 4. 4-dən 1-ini çıxdım 3. Yəni bura mənə 3-ü verdi. B3. B3 də 7-dir də. 7 simvoludur. Sonra int C 7-ni ədədə çevirir, vurur 2 olur 14. Başa düşdün Büsat? Sonra soruşun. 82. Bax, inputla daxil edilibsə, sətir daxil edilib deməli. Yəni A sətirdir. 4, 3, 6, 3, 5, 8 sətri. 0, 1, 2, 3, 4, 5. Sonra uzunluq 2-yə böləndə alınan qalıq 0-dan fərqlidirmi? Yox. Uzunluğu 6-dır. 2-yə bölsəm 0 eləyəcək. Yəni qalığı 0-dır. Deməli bu şərt ödənmədi. Şərt ödənmədisə onun altındakı heç bir əməliyyata baxmıram. Gəlirəm bura baxıram. Deməli len A 2-yə böləndə alınan qalıq, bax nə edirdik biz? Qoşa nöqtəyə kimi 1 baxırdıq. Bax bura 1 baxıram. Bura 1 baxıram. Bura 1 baxıram. Len A-nı 2-yə böləndə neçə eləyir? Len A nəyə bərabərdir? 6-ya. 6-nı 2-yə böləndə 3, 3-dən 1-in çıxanda 2. Yəni bura eləyir A 2, 3 üstə gəl 1, 4. 2, 4. Və bu da int tipindədir. Int tipindədir. 2-dən 2 4 deyəndə 2-dən 4-ə qədər olan hissədir. 4-ün özünü götürmürük. 63 ədədinə bərabər olur. Yəni bura 63-dür. S bərabər olur 0 idi. Üstünə K-nı gəldim, oldu 63. 63 təkdirmi? Hə. Şərt ödəndi. Üstünə bir də 4-ü gəldim, yenə də 67. Aydındır? Sonra soruşun. Axıra qədər yazmamısınız? Hı? Səs çıxmır. Sevinç. 88. Deməli Z 4-dür. 4. Deməli x üçün 1, məsələn y üçün 88. Ha, 88-ə baxaq. Deməli, A-sı 97, B-si 38-dir. Bax, bu if else bloku 1-dir. Bu if else bloku 1-dir. Yəni, else-ni gördünüz, else-ni. Özü ilə eyni sırada dayanan ən sonuncu if-ə bir xətt çəkin. Bilin ki, bundan bir nəticə çıxacaq. Nəticə icra olunmalıdır. Yəni, mütləq if else blokundan mütləq bir prosedur icra olunur. Düzdür, o if-in içərisində if olarsa başqa, elə ola bilər ki, olmaya bilər. Amma bu tip bloklarda mütləq şəkildə bir əməliyyat icra olunmalıdır. İndi burada deməli A97 ilə başlayıram. 97-ni 10-a böləndə alınan qalıq. Bu mənə neçə verir? 7. 97-ni 10-a böləndə qalığı olur 7. 7 fərqlidirmi? 38-i 10-a böləndə tam hissə 3-dən. 7 3-dən fərqlidir də, hə, şərt ödəndi. S oldu 5. 5 üstə gəlinsin. A-nı B-yə bölürəm, qalıq hissə. 97-ni 38-ə bölsəm neçə qalıq düşəcək? Hə, 2 38 97-nin içərisində 2 dəfədir. 97-dən çıxıram. Neçə eləyir? 76. Hə? Ay 76. Hə də 76 çıxdım da. 38-in 97-nin içərisində 38 2 dəfədir. 2-dən 38 76, 97-dən o 76-nı çıxartdım. Elə 21.
Yəni C neçə oldu? 26. C oldu 26. Da ES-yə baxmadım. Keçirəm bura baxıram. C A-dan, C B-dən böyükdürmü? Yox, heç bir şərt ödənmədi. Keçirik bura baxırıq. Bu ödənmədisə buna baxmırıq. B neçədir? 38. 38-i 5-ə böləndə alınan qalıq 3-dür. 3 altdan kiçikdirmi? Hə? A bərabər oldu. A vur 5. 97-ni 5-ə vursam neçə eləyəcək? 485 eləyir, səhv etmirəmsə. 485. Hə? 485 eləyir də. 97 vurulsun 5. 485. C də bərabər olur. C 26-dır. 26-nı 485-ə böləndə qalıq isə demişdik ki, bölünən əgər böləndən kiçikdirsə qalıq elə özüdür. 26-da qalıq olaraq qaldı. Da LC-yə də baxmadıq. C oldu 26. Aydındır. Sonra 90-a qədər 89. Bir neçə dəfə hə çap olunar. Aha. Deməli, və əndlə birləşibsə hər 3 hal ödənməlidir. Nə deyir? Deyir ki, S-i ST kimi baxın, birinci S-dir, sonrakı T-dir. S-i 5-dən böyük olsun, T-si 6-dan böyük olsun və cəmləri cüt olsun. Cəmlərini 2-yə böləndə alınan qalıq. Bu zaman hər çap olunacaq. Məsələn, 12 5-dən böyükdür. 14 6-dan böyükdür. Cəmi də cütdür. Bu düzdür. 11 5-dən böyükdür. 7 6-dan böyükdür. Cəmləri 18 cütdür. Bunların cəmi təkdir. Bunların cəmi təkdir. Bunların cəmi yenə təkdir. 10 12. Bu düzdür. Bu burada cütdür, ödəndi. Bu 10 12-də ödəndi. Sonra bunların cəmi təkdir. Bunların cəmi cütdür. Bu da ödəndi. Amma burada ödənmədi. T 6-dan böyük olmalıdır. 6-dır burada. Deməli 1, 2, 3, 4. 4 halda bu şərt ödənir və həll sözü çıxır. Aydındır, Sevinç. Həm S-i 5-dən böyük olsun, T-si 6-dan, cəmi də cüt olsun. 90 dedin də, hə? 90. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan hansı əksi natural qiymət daxil olunsa, fraqmentin nəticəsi 8-ə bərabər olar. Bax, ən sonda 2-yə vurulubsa, deməli bura gələn A 4 olub. Bir bu if else-yə baxacam, yəni aşağıdan yuxarıya gedirəm də. Burdan 4 necə alına bilər? 4 almaq üçün 12-dən 8 çıxsam 4 olar. Ya da 1-in üstünə 3 gəlsəm 4 olar. Məndən ən kiçiyi istədiyi üçün mən 1-i götürürəm. Yəni A 1 olsun, 1 kiçikdirmi ondan? Hə, A-nın üstünə 3 gəlsin olacaq 4. Deməli 1 olmalıdır. İndi gəlirəm ki, burdan 1-i necə ala bilərəm? Biri buradan elə ala bilər. Buradan 1 almağım üçün mənfi olacaq. Məsələn, mənfi 2. Mənfi 2 də bu şərti ödəmir. Mənfi 2 altdan böyükdür? Yox, yəni buradan heç cürə 1-i ala bilmərəm. Deməli, 1 buradan alınır. A bərabər olur. A minus 5. Yəni, bu da 1-dirsə, deməli, A nədir? 6-dır. Deməli, ən kiçik qiymət 6 olur. Bax, 6-nı qoyuram yerinə, yoxlayıram. Görək 6 üçün necə alınır? Başa düşdün bu saat? Bax, bunların həll yolu aşağıdan yuxarıya doğru getməkdir. Uşaqlar, bir də 11-ci siniflər Koderadan mütləq şəkildə ilk sınaqları işləsinlər. Python-a aid olan ədədlərlə iş, şərt, sətirlər. Ucu keçmişik də hamısını. İşləyin. Yaxşı, işləyin izahları da var onların. İzahlarına da baxın. Deməli, 6-nı daxil elədik. 6 6-dan böyükdürmü? Yox. 6 çıx 1 elədi 6 çıx 5 elədi 1. 1 ondan kiçikdirmi? Hə. 1 üstəgəl 3 oldu 4. 4 vur 2, yəni bu ödənməyəcək artıq. 4 vur 2 də elədi 8. Deməli 6 daxil etsək nəticəsi 8 alınır. Aydındır. Tam başa düşdüyümü? Tam. Kimə qaranlıq qaldısa soruşa bilər. Yoxdur. Tamam.
Sonra uşaqlar soruşun. Bax bu keçən il düşən suallardan bir desəm bu idi. Yoxsa buna oxşar bir sual idimi tipdə? Necə? Neçəyə baxırıq? 93. Ən böyük 3 rəqəmli natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 1 olar. İndi bax burdan 1 alınması üçün nə olmalıdır? 46 62 parçasından olmalıdır. Elə deyil? Bax burada da fikir verin. Ona böləndə qalıq tam, yəni 3 rəqəmli ədəd daxil eləmişəmsə ABC. Bu nə olacaq? Ona böləndə alınan qalıq C olacaq. Çıxılsın ona böləndə tam hissədə AB 2 rəqəmli ədəd olacaq. Yəni rəqəmdən 2 rəqəmli ədəd çıxıramsa, deməli bu mənfi olacaq da. Bunu apsın, yəni bu kiçikdirsə sıfırdan, mənfidir də. Tək rəqəmdən 2 rəqəmli ədəd çıxıramsa mənfidir. Apsı nə olacaq? Tərsinə olacaq. AB-dən çıxacam C-ni. Yəni belə deyək də, ABC 3 rəqəmli ədəddən ilk 2 rəqəmindən çıxıram sonuncu rəqəmini. Və bu da 46-62 parçasından olarsa, 46-62 parçasından olarsa 1 qaytaracaq mənə. Mən bayaq dedim sizə, ən böyük qiyməti tapmağa çalışanda nə edirik? Buna ən böyük qalığı qoyuruq. Sonuncu rəqəmi ən böyük götürürük 9. Bu da 62-yə bərabərdir. Yəni AB nədir? 71-dir. Yəni 719 eləyir bu ədəd. Aydındır? 719. Hə? Başa düşdük? Bax, izah eləyirəm. İzah eləmirəm. Baxın. Deməli, buradan deyir ki, nəticə 1 olsun. Nəticənin 1 olması üçün bura ödənməlidir. Buranın ödənməsi üçün nə olmalıdır? N hansı parçadandır? 46, 62 parçasından olmalıdır. 3 rəqəmli ədəd daxil eləyirəmsə, burada nə edir? Sonuncu rəqəmindən çıxır 2 rəqəmini. İlk 2 rəqəmini, ədədi. Yəni ona böləndə tamı, sondan birini silmək deməkdir də. Sonra C-ni silir, çıxır. Burada da abs tətbiq olunduğu üçün tərsinə çevrilir. Çünki bu mənfi ədəddir. Tək rəqəmdən 2 rəqəmli ədəd çıxıram. Ona görə olur AB çıxılsın C. Və bu ən böyük nəticədirsə, ən böyük burada 62 ala bilərəm də. 62-yə bərabər eləyirəm. Ən böyük ədədi tapmaq istəyirəmsə, buna da ən böyük qiyməti verirəm. Çünki bu ədədin rəqəmləridir də. Yəni 9 verdim. AB onda nəyə bərabər olur? 71-ə bərabər oldu. 71-dən çıxıram 9-un 62 eləyir. ABC idi də 71, C də 9-dur. 71, 9. Yəni burada ədədin özündən sonuncu rəqəmini çıxırıq deyə ən böyük nəticə bayaqçı kimi də 9-u qoyuruq ora. Tapaq görək ki, hansı nəticədir bu, hansı ədəddir. Ki o sonuncu rəqəmin çıxanda həmin aralığa daxil olur, həmin parçaya daxil olur. Ən böyük dediyi üçün də 62-yə bərabər elədim. Ən böyük nəticəyə. Aydındır? Bax bura indi gəl yoxlayaq. 719-u qoyaq görək işləyirmi? (719-u daxil elədim. 719-u ona böləndə qalx isə 9, çıxılsın 71, elədi mənfi 62. Bu da apsın oldu, müsbət 62. 62 n-dən kiçik, 63-dən kiçikdir, 65-dən böyükdür. Hə, 1 çap olundu. Ən böyük ədəd 719 oldu. Aydındır tam. Sonra 94-95 böyük ehtimal, hə? Bax, yenə if else, bir dənə də if bloku var və ən sonda n bərabər n vur 2 var. Və bunun nəticəsi 18. Onda bu n nədir? 9-dur. Yəni mən 9-u buradan ala bilmərəm də. Nəyəsə 4-ə vursam 9 eləməyəcək. Deməli buradan almışam. Yəni n bərabər olub n vur 3-ə, bu da 9 alınmışsa, deməli bura ötürülən n nədir? 3-dür. 3 3-dən böyükdür? Yox, deməli bura icra olunmayıb. Yəni onsuz da 3-dür də, bu 2-yə vurub gəlməyib. Bax 6 olsaydı deyərdim, hə 2-yə vurub. Yəni burada 3-dür. Yəni len n 3-ə bərabər olmalıdır. Burada da ədəd daxil edilir. Ədədi sətrə çevirib uzunluğunu tapır. Uzunluğu 3 olan
Ən kiçik natural ədəd hansıdır? Hı? 3 rəqəmli ən kiçik natural ədəd hansıdır? 100. Deməli 100-dür. Bax, indi 100 üçün işlədək proqramı. 100-ü daxil elədim. Sətrə çevirdim. Uzunluğu 3-ə bərabər oldu. 3 3-dən böyükdürmü? Yox. 3 3-ə bölünürmü? Hə. Oldu 9. Da bura ödənmir. Burada 2 oldu 18. Aydındır. Yəqin 95-də yazmamısınız. 95-də izah eləyim. N dəyişəninin içi natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 1 olar. Int input olundu. Ədəd daxil edildi. Daha sonra 8-ə bölüb tamı tapdı. Daha sonra 2-yə vurub. Yəni buradan cüt nəticə alınır da, elə deyil. Cüt qiymət. Cüt. 12-dən böyük 25-dən kiçik olarsa 1 çap olunur. Yəni bu hansı parçadır? 13, 24 parçasıdır. Amma fikir versək, burada n 2-yə vurulur gəlir. Yəni ancaq cüt qiymətləri alacaq. Cüt qiymətlər ötürüləcək n-ə. Yəni bu hansı qiymətlərdir? 14, 16, 18, 20, 22 və 24-ün özü. Bura ötürülən bunlardır. Bura gəlməmişdən qabaq, yəni buradan alınan nəticə onda nə olacaq uşaqlar? Hə? Məsələn, buradan sonra 2-yə vurulub 14, 16, 18 alınıbsa, bura gələn nəticə nə olacaq? 7, 8, 9, 10, 11, 12 olacaq da. Cütləri də axı bunların 2-yə vurulub alınıb. Başa düşmədik? Hı? Asman, sən, Sevinç, Cəbrayıl. Hə. Deməli, yəni bax yenə deyirəm. N 12-25 parçasında olanda, daha doğrusu aralığında olanda, yəni 13-24 parçasından olanda bir qiyməti çap olunur. Amma bura ötürüləndə cütlərdir, yəni 14, 16, 18. Bu olmamışdan qabaq bura gələnlər nədir? Yəni buradan alınan nədir? Yəni bu qiymətlərdə, məsələn 14 alınıbsa, deməli bundan qabaqçı 7 olub ki, 2-yə vurulub 14 alınıb. 16-sı deməli 8, 9, 10 belə gedir də. İndi bizdən nə istəyir? Neçə natural qiymətində Python dilində yazılmış proqramın nəticəsi 1 olar. Burada da baxırıq ki, 8-ə bölünəndə alınan tam hissəni götürür. Ən kiçiyi 7-dir də, yəni n tam bölmə 8 ən az 7 verməlidir. N onda neçə olur uşaqlar? Hı? 56. Ən böyüyü də, n-i 8-ə böləndə tam hissə ən böyüyü də neçədir? 12-dir. Onda n ən böyük neçə olar? Tam hissəni götürür. 8 vurulsun 12, üstə gəl, ən böyük qalıq 7, 103. 103-də də 12 tam düşür də, 104-də artıq 13 tam düşəcək. Aydındır? 104-ü 8-ə bölsəm 13 tam eləyir. Amma 103-ü 8-ə bölsəm 12 tam düşür axı. Aydın olmadı bu saat. Ən böyük ədədi tapırsansa, həmişə ən böyük qalığı da üstünə gəlirsən də. Deməli 56-dan onda 103-ə kimi bunlar axı onsuz da ardıcıl ədədlərdir. 7, 8, 9, 10, 11, 10. Məsələn, 56-dan uşaqlar 63 də daxil olmaqla 8-ə bölsəm neçə tam alacam? 7. Artıq 64-dən sonra neçə eləyir? 71 daxil olmaqla böldüm 8 tam alacam. 72-dən 79-a kimi böldüm 9 tam alacam. 80-dən 87-yə kimi böldüm 10 tam alacam. Sonra 88-dən 95-ə kimi böldüm 11 tam verəcək mənə. 96-dan 103-ə kimi böləndə də 12 tam verəcək.
Yəni ən kiçiyi 56, ən böyüyü 103-dür də. 103 çıxılsın 56, üstə gəlinsin 1, 48 qiymətdə. 48 qiymətdə deməli bir nəticəsi alınacaq. Aydındır tam. Sonra uşaqlar, aydın olmayan, başa düşmədiyiniz nəsə varsa soruşun tam. Yazın, yaxşı yazın, beləncə yazmayın. Yəni mən neçə sualı soruşmadınız, bilmədim ki, dəqiq tam başa düşmüsüz ya yox. Nə bilim. Sualınız var əlavə? Yoxdur. Sabah o birisi qrupla, onlarda bir dərs sizdən qabaqda ətraflı yazı tələb olunan tapşırıqlara baxacaq. Siz də qoşulub baxarsınız, yaxşı linkini atacağam sizə. Qoşulub baxarsınız, yəni bir-bir kod yazmağa cəhd eləyək yavaş-yavaş. Həm də dövrü keçəcəm, dövrü izləyərsiniz onların dərsində. Oldu uşaqlar, səhər saatlarına salacağam yenə.